Mən Süleymanova Leyla, Sumqayıt şəhər İstedad Liseyin şagirdiyəm və Tekforce komandasının kapitanıyam. Biz bu il İSTİM Azərbaycan Festivalına Fast and Furious kateqoriyasından qatılırıq. İSTİM Azərbaycan Festivalına artıq biz ikinci dəfə qatılırıq. Keçən il Vexaçı kateqoriyasında birinciliyimiz var və bu il də birinciliyi qazanmaq istəyirik. Mən Əmraslanlı Humay, Sumqayıt şəhər İstedad Liseyində təhsil alıram. SAF 2025-ə Fast and Furious kateqoriyası üzrə qatılırıq. Mən də Tekforce komandasının üzvüyəm. Bu bizim xətt izləyən robotumuzdur. Robot sensorlar vasitəsilə qara xətləri izləyərək hərəkət edir. Salam, mən Cəfərov Fərman. Biz SAF 2025 festivalında iştirak edirik. Bizim kateqoriyamız Engineers of Future-dir. Biz Inkubot robotunu kodlaşdırmışıq. Bizə verilən tapşırıqda tısbağaları və neft varidlərini tapşırılan yerə aparmalıyıq. Biz gələcəyin mühəndisləriyik. Salam, mən Məmmədli. Mən İstedad Liseyində oxuyuram. SAF 25 ilə bağlı Lego Spark üzrə yarışıram. Biz keçən il SAF 24-də ikinci yerə çıxmışdıq. Bu dəfə ümid edirəm ki, SAF 25-də birinci yerə çıxıb və qalib olacağıq. Biz SAF 2025-in RoboSoccer kateqoriyasında iştirak edəcəyik. Mən Nəbiyev Vaqif. Salam, mən Nəzərli Əli. Bəli, bu bizim robotumuzdur. Bu isə FlySky pultumuzdur. Və həyəcanla seçim mərhələsini keçməyi gözləyirik. Mən Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin şagirdi Xucadə Qumru Zahir qızıyam. Vexaçı proqramı robot texnologiyası yarışmasıdır. Biz burada robotları qururuq, proqramlaşdırırıq və komanda ilə birgə işləməyi öyrənirik. Biz SAF-a ciddi şəkildə hazırlaşırıq və gündə STEAM Sumqayıt mərkəzinə gəlib özümüzdə məşq edirik. Yarış, Öyrən, əylən.